studiyamızın qonağı siyasi şərhçi Vəli Əlibəyovdur. Vəli bəy, xoş gəlmişsiniz. Xoş gördük. Bayaq sujetdə ehtimallar səsləndi ki, bu müharibənin arxasında, daha doğrusu bu gərginliyin arxasında dayanan böyük güclər var. Əslində Çinə indiki məqamda həmin ərazidə müharibənin olması sərf eləmir. Çünki orada müharibə olsa, Çinin ən yaxın tərəfdaşlarından biri olan Pakistan artıq problem yaratmağa başlayacaq. Bu da Çin iqtisadiyyatına güclü bir ziyan vuracaq. Bu ziyan da Birləşmiş Ştatlara sərf edəcək. Belə bir ehtimal var ki, münaqişənin arxasında dayanan Amerikadır və idarə edən tərəf məhz Amerikadır. Hansı ehtimala daha çox inana bilərik? Əslində orada problem nədir? Kəşmirdir təbii ki, amma bunu alovlandıran kimlərdir hazırda? Çox düz deyirsiniz. Ümumiyyətlə o region çox qəliz bir regiondur. Orada müxtəlif dövlətlərin maraqları kəsişib. Hətta biz bu iki mübarizə toqquşan tərəfin müttəfiqlərinə baxsaq, görərik ki, başqa platformalarda bir-birinə rəqib olanlar məhz bu regionda haradasa birləşib bir yerdə fəaliyyət göstərirlər. İkinci bir məqam sizin dediyiniz kimi ABŞ-ın burada rolu nədən ibarət ola bilər? Əlbəttə ki, Trumpın kim olduğunu nəzərə alsaq, onun beynəlxalq siyasətə və istədiklərini əldə etmək üçün hər hansı bir addım atmaqdan çəkinməməsini nəzərə alsaq, razılaşmaq olar ki, bu gərginləşmədə Amerika Birləşmiş Ştatlarının da rolu olub. Və məqsəd də siz də onu qeyd etdiniz ki, Çini zəiflətmək, regionda qeyri-sabit vəziyyət yaratmaq və bununla da Çinin iqtisadi ekspansiyasının qarşısını almaqdır. Birləşmiş Ştatlar məqsədinə çatdı deyə bilmərik hazırki məqamda. Çünki Hindistan hücumuydu, baş tutdu və artıq dayanıb əməliyyatlar. Yəni son xəbərlər onu deməyə əsas verir. İndi Pakistandan bir hərəkət gözləyir. Əgər Pakistan nəsə eləməyə çalışsa, onda yenidən Hindistanın əks hücumlarının şahidi olacağıq. Bu baxımdan Amerika nəyə görə dayandırdı, əgər bu ehtimal doğrudursa? Bu bir xəbərdarlıq da ola bilər Çinə ki, bizim sizə qarşı belə bir silahımız var. Biz Hindistanı Pakistana qarşı üz-üzə qoya bilərik, Pakistanla üz-üzə qoya bilərik və regionda vəziyyəti daha da gərginləşdirə bilərik. Amma o məqam da var ki, hər iki ölkə, həm Hindistan, həm Pakistan, bunlar deməli nüvə silahına malik olan ölkələrdir və Amerika Birləşmiş Ştatları da başa düşür ki, vəziyyət biraz da gərginləşəndən sonra bunun qarşısını almaq mümkünsüz ola bilər. Nüvə məsələsi burada çox diqqət çəkir. Çünki sərhəd ölkədir. Bu ölkələr bir-birinə yaxındır və istənilən halda nüvə silahından, nüvə başlığından istifadə eləmək əks tərəfə ziyan vurmayacaq. Yəni sən ora atırsansa nüvə bombasını, o avtomatik olaraq sənin də ölkənin ərazisinə, insanlara, infrastruktura təsir göstərəcək. Nüvə müharibəsinə çevrilməsi ilə bağlı iddialar nə dərəcədə doğrudur ki? Real ola bilər bu. Çünki əlbəttə ki, real ola bilər. Çünki əgər bilirsiniz ki, Hindistan əhalisinə görə dünyanın aparıcı birinci yerdə gedən ölkəsidir. Hətta Çinin əhalisindən də çoxdur Hindistanda və hərbi güc-qüvvə baxımından Hindistan Pakistanı xeyli üstələyir. Düzdür, nüvə başlıqları baxımından paritet gözlənilir, amma digər komponentlər üzrə Hindistan daha güclüdür. Və əgər orada söhbət müharibəyə gedərsə, əlbəttə ki, Pakistan məcbur olub nüvə silahından öz müstəqilliyini, suverenliyini qorumaq üçün nüvə silahından istifadə edə bilər. İkinci məqam da ondan ibarətdir ki, Hindistanın konstitusiyasına görə, daha doğrusu hərbi doktrinasına görə onlar heç zaman birinci olaraq nüvə silahından istifadə etmirlər. Onlar buna cavab olaraq istifadə edə bilərlər. Amma Pakistanda belə bir şey yoxdur. Pakistan ehtiyac olarsa, onlar bundan istifadə edə bilərlər. Tarixə nəzər salanda görürük ki, Pakistan və Hindistanın Kəşmirlə bağlı problemi uzun illərdir davam edir. Hələ ki, öz həllini tapmayıb. Bunu sanki bilərəkdən problem olaraq həmin coğrafiyada saxlayıblar. İstədikləri vaxt, istədikləri kimi orada hansısa bir reallığı yaratmağa çalışırlar müxtəlif qüvvələr. Kəşmir probleminin nə vaxtsa həll olunacağını düşünə bilərik? Ola bilər, o da həll oluna bilər. Bilirsiniz ki, sizin də dediyiniz kimi bu məsələ ilə bağlı Hindistanla Pakistan arasında dəfələrlə münaqişələr olub, müharibələr olub. 47, 48, 65, 79, 99-cu ilə qədər bu müharibələr, toqquşmalar baş verib və burada əsas məqam ondan ibarətdir ki, Hindistana aid olan Kəşmirin əhalisinin əksəriyyəti müsəlmanlardır. Amma rəhbərlik, amma idarə olunur Hindistan tərəfində. Və 2019-cu ilə qədər deməli Kəşmirin muxtariyyəti var idi. Amma 2019-cu ildə Hindistan bu muxtariyyəti də ləğv etdi və Kəşmirdə birbaşa idarə etmə tətbiq edir.
Birləşmiş Millətlər Təşkilatının 48-ci ildə qəbul etdiyi 47-ci deməli sənədinə uyğun olaraq hər iki tərəf Kəşmirdən qoşunlarını çıxarmalı və orada plebissit keçirməlidir. Hindistan bunun əleyhinədir, bunu istəmir və mən düşünürəm ki, BMT-nin qətnaməsi icra olunarsa, orada plebissit keçirilərsə və onun nəticələrinə riayət olunarsa, bu problemi həll etmək olar. Təbii ki, BMT-nin bu məsələdə də belə tam prosesi həll etməsi mümkün görünmür. Yenə də böyük güclər və tərəflər bunu həll etmək iqtidarında olmalıdırlar, amma bu problemin yaxın gələcəyi kimi də həll olunması gözlənilən deyil. Ən azı proseslər onu deməyə əsas verir. Xi Jinping Moskvadadır, Vladimir Putinlə görüşür və o Rusiya mövqeyi də əslində bəllidir də bizə Hindistan-Pakistan münasibətləri ilə bağlı. Çin Rusiya ilə həmin bölgə istiqamətində nələrsə danışıb müdaxilə edə bilərmi? Özünə iqtisadi baxımdan ziyan dəyməsin deyə. Bəli, Çin hazırda bu regionda aparıcı qüvvələrdən birinə çevrilib. Demək ki, aparıcı qüvvəsidir və Rusiyada bugün Rusiyanın Çindən asılılığı həddən artıq çoxdur. Və mən düşünürəm ki, Xi Jinpingin Moskva səfəri zamanı əlbəttə ki, onlar qapalı qapılar arxasında da söhbət edəcəklər. Əlbəttə ki, Hindistan-Pakistan toqquşması müzakirə olunacaq və Çin Rusiyanın bu münaqişədə Çinə yaxın mövqe tutmasını istəyə bilər. Dediyim kimi Çinin Rusiya Çinə yaxın mövqe tutsun, yəni Pakistanı dəstəkləsin. Bəli. Çünki hazırda Çinin Rusiyaya təzyiq etmə mexanizmləri həddən artıq çoxdur. Burada həm iqtisadi, həm hərbi baxımdan. Ona görə də mən düşünürəm ki, Çinin Komünist Partiyasının rəhbəri bunu edə bilər. Etdi. Rusiyanın yaxşı, bunu deyirsiniz, təsir imkanları çoxdur. Rusiyanı buna necə razı salmaq olar? Axı biz Vladimir Putinlə Donald Trumpın da danışıqlarının düzdür, birbaşa şahid olmamışıq, amma bağlı qapılar arxasında müəyyən mövzularda fikir mübadiləsi aparmasını eşitmişik. Bəlkə müəyyən razılığa da gəliblər. Axı Trump faktoru da var ortada. Rusiya buna necə gedə bilər? Hazırda Rusiya rəhbərliyi elə bir siyasət aparır ki, onu proqnozlaşdırmaq mümkün deyil. Qeyri-adekvat siyasət aparır. Hətta bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının rəsmisi də qeyd edib ki, Ukrayna ilə Rusiya arasında sülh olardı, amma Rusiyanın istəkləri həddən artıq çoxdur. Yəni bu onu deməyə əsas verir ki, əlbəttə ki, sülhün baş tutmamasında əsas səbəbkar Rusiyadır. Və bu günləri Rusiya müharibəni davam etmək üçün, dediyim kimi, Çindən asılıdır. Çindən o maliyyə yardımı və eyni zamanda silah, sursat, çiplər alır. Və o baxımdan da müəyyən yenə də güzəştlər müqabilində o Çinlə hansı əməkdaşlıq edə bilər bu məsələdə. Onda belə başa düşürük ki, Hindistan-Pakistan cəbhəsində, sərhədində bu gərginlik son günlərdə olduğu kimi qalmağa davam edəcək. Yəni, hərbi gərginlikdən söhbət gedir. Çünki yadıma gəlir, bir neçə gün bundan qabaq Hindistan tərəfi Pakistana gedən su bəndini də bağlamışdı. Suyun verilməsini də dayandırmışdı ölkəyə. Əslində, bəlkə də Pakistan bundan da istifadə edib müharibəyə başlaya bilərdi. Düşünmürəm ki, müharibə olsun. Yəqin ki, bir 2-3 gün də belə davam edəcək. Yəni, tərəflər bir-birini necə deyirlər, psixoloji müharibə vəziyyətində saxlayacaqlar. Amma son nəticədə hər iki tərəf başa düşür ki, bu müharibənin sonu heç kəsə xeyir verməyəcək, heç kəs bundan qalib ayrılmayacaq. Ona görə də onlar beynəlxalq vasitəçilər. Mən hətta burada düşünürəm ki, Trump Rusiya-Ukrayna arasında müharibəndə o sülhpərvər, sülhməramlılığını alınmadığına görə o bəlkə də burada özünü sülhpərvər kimi göstərib müharibənin dayandırılmasına nail olacaq və bununla da beynəlxalq səhnədə özünün sülhpərvər imicini qoruyub saxlaya biləcək. Vəli bəy, digər bir münaqişə ocağında isə müharibə dayanıb. Amma 3 günlük. Rusiya tərəfi biraz əvvəl elan etdi ki, Müdafiə Nazirliyi səviyyəsində ayın 11-i gecə saat 12-yə qədər atəşkəs olacaq. Biz atəş açmayacağıq, hazırda da atəş yoxdur. Bu da 9 may paradı ilə əlaqəlidir. Amma biz neçə gündür Kiyevin ritorikasından da bunu hiss edirik ki, onlar 3 günlük atəşkəsə razı deyirlər. Deyir, Trumpla danışanda 30 gün atəşkəs razılığı olmuşdu. Rusiya da bunu qəbul eləmişdi. Niyə indi 3 günə gedirlər? Və hətta Zelenskinin çıxışında bir təhdid də var idi 9 may ilə bağlı ki, bəs biz Moskvada olanlara görə məsuliyyət daşımırıq, biz orada gələn qonaqların təhlükəsizliyinə zəmanət vermirik. Normalda isə təhlükəsizliyə zəmanəti kim verir? Qonaqları qəbul edən ölkə. Zelenskinin belə bir açıqlaması biraz çaşdırıcı oldu, sözün açığı.
Bəli, razıyam sizinlə. Ondan başlayaq ki, 9 may paradı. Rusiya üçün bu elə-belə bir parad deyil. Bu siyasi, ideoloji əhəmiyyətə malik olan bir hadisədir və Putin ora dünya dövlətləri başçılarını yığmaqla eyni zamanda dəstəyi göstərmək istəyir. Beynəlxalq ictimaiyyətin dəstəyinə arxalandığını göstərir. Bu bir. İkincisi, o göstərmək istəyir ki, Rusiya 9 may 41-45-də olduğu kimi indi də faşizmlə, nasizmlə mübarizə aparır. Yəni Ukrayna timsalında o bunu göstərmək istəyir və ona görə də o əlbəttə istəyər ki, 9 may paradı baş tutsun və bununla da o müəyyən xallar əldə etsin. Ukrayna niyə buna razılaşmır? Hələ dediyim səbəblərə görə, əgər Rusiya öz istəyində səmimidirsə, o bunu 3 günlük yox, əvvəl də razılaşdığı kimi 30 günlük edə bilər. Ona görə də Zelenskinin və Ukrayna tərəfinin deməsi ki, bu müddət ərzində qonaqların başına hər hansı bir iş gələ bilər. Biz bilirik ki, artıq Ukrayna uzaq mənzilli silahlara da malikdir və dəfələrlə olub ki, onun uçan aparatları deməli Moskvaya da gəlib çatıblar və ona görə də o bununla paradın qarşısını almaq istəyir və mən də düşünürəm ki, 9 may tarixində biz Rusiya istiqamətinə istiqamətlənmiş raketlər və uçan aparatlar görə bilərik. Görə bilərik. Hətta Kremlin ortasında bir Prezident ofisinin rəhbəri Ukraynada bir foto paylaşmışdı bir neçə gün bundan qabaq. Kremlin 9 may günü yanması ilə bağlı. Bilmirəm, o fotonu gördünüz yoxsa yox. Hər halda bir mesaj idi, amma sözün açığı inandırıcı gəlmir. Dövlət başçılarının olduğu bir yerə Ukrayna zərbələr edirsin. Bilmirəm, müasir dünyada hər şey ola bilər. Amma belə bir söz-söhbət var ki, Ukrayna məsələsindən sonra Rusiya tərəfinin Baltikyanı ölkələrə də bir hücumu planlaşdırılır. Nə ilə əsaslandıra bilərik bunu və doğrudan da mı Rusiyanın Ukrayna müharibəsi bitəndən sonra gücü qalacaq Baltikyanı ölkələrə hücum etsin? O dərhal baş verməyə bilər bu. Çünki müharibə bitəndən sonra hər iki tərəfə, Rusiyaya da, Ukraynaya da bir müddət lazım olacaq ki, öz güclərini səfərbər etsin, resurslarını toplasın. Amma uzaq perspektivdə bu mümkündür. Bunu mümkün edən də əsas amil ondan ibarətdir ki, Rusiya keçmiş Sovet İttifaqını əvvəlki sərhədlərdə bərpa etmək istəyir. İmkan olsa əlbəttə bunu daha da genişləndirmək istəyər. Başqa Avropa ölkələrinə də, Polşaya da çata bilər o. Ona görə də bu çox real bir şeydir. Amma bu o demək deyil ki, Rusiya-Ukrayna müharibəsi bitəndən dərhal sonra o bunu edəcək. Müəyyən bir müddətdən sonra, 2-3 ildən sonra əlbəttə ki, o nəinki Baltik ölkələrinə, eyni zamanda Qafqazda və Orta Asiya ölkələrinə də hücumlar edə bilər. Aydındır, çox sağ olun. Vəli bəy, minnətdaram sizə. Vəli Əlibəyov studiyamızdaydı. Deməli, siyasi şərhçi, Hindistan-Pakistan hərbi gərginliyindən başlayıb Rusiya-Ukrayna müharibəsində bitirdik.